çox qəbizlik. Qəbizliyin səbəbləri çoxdur. Təbii ki, orada insanların düzgün qidalanmaması, sonra disbakterioz deyirlər, bağırsaq çöplərinin normal olmaması. Çünki qidanı bağırsaqda həzm gedir, xüsusilə yoğun bağırsaqda. O bağırsaq çöpləri normal olmayanda orada o qəbizlik yaranır. İshal da ola bilər, əksinə. Yəni, bu problemlər, tutaq ki, nə isə bir gözəl, çox təbii bir qida qəbul elədir. Sən bağırsağında normal sorulma getmirsin. Təbii ki, o elementmi, o vitaminmi, o yediyin karbohidratmı, yağmı, zülalmı sənin olmayacaq. Və xüsusilə də qidaları qatanda turşu tez gedir, kartofla əti yedir. Kartof həzm oldu, turşuna apardı, ət qalır həzmsiz. Bir insanda 4 kiloqrama qədər bağırsaq daşı yığılır. Və hər gün o bağırsaq daşı sənin əsəblərini pozur və köpəmələ gətirir, ağırlıq verir. Deyirsə, mən heç eləməmişəm, niyə yatıram, niyə yuxuluyam, niyə yorulmuşam. Və təbii ki, bundan başqa orada müxtəlif törəmələr də ola bilər. Bundan başqa ödün normal süzmürsə, bilirik ki, heyvani yağları həzmə verən öddür, öd mötəviyyatı yoxsa həzmə tam getmir, yenə bağırsaq daşı yaranmasına səbəb ola bilir. Bundan başqa qurt xəstəlikləri də verə bilir, qəbzliyi və yaxud da ishalı. Bütün bu, bir də insanların hərəkətsizliyi, artıq çəki, o da qəbzliyə gətirib çıxara bilir və son nəticədə də insanlarımız bizim mütləq mayeni də normal qəbul eləmir. Tutaq ki, bir qidanı yedi, ay Samir bəy, o da normal su qəbul eləmədi. Sən yuxudan duran kimi 4 fincan, 1 litr su içibsənsə, o su sənin tezdən duran kimi ödündəki öddən süzmüş zəhəri təmizləyir, bağırsağa keçmiş, bağırsağı yumuşaldır, köpü götürür, qazı götürür, bağırsaqların peristaltikasını, hərəkətini yaxşılaşdırır və qəbizli yaradan qalır. Bu baxımdan da biz nə məsləhət görürük? Biz deyirik ki, əgər qəbizliyin varsa, mütləq mənada saydığın şərtlər aradan qaldırılmalıdır, götürülməlidir. Qurdun varsa, o təmizlənməlidir və yaxud da ki, hər hansı bir disbakteriozun varsa, bağırsaq çöpləri nədir çəkilməlidir, aydınlaşmalıdır, aradan qalxmalıdır. Göbələk varsa, o müalicə olunmalıdır, əkilməlidir. Bütün hallarda bu saydığımız əlamətlərin hamısı Doktor Seyfəddin klinikasında çox gözəl təbii məlhəmlərlə insanlarımızın hamısını qəbizlikdən azad edilir. Bax, uşaq da gətirirlər. Uşaq gəlir, uşaq 3 həftədən bir böyük bayıra çıxır. Böyük adam ayda bir dəfə böyük bayıra çıxır. İnsan normalda bir səhər, bir axşam böyük bayıra çıxmalıdır. Və heç olmasa bir dəfə. İndi sistemləşdirir işlə günün bir dəfə. Bunu olmursa... Bunlar da onkoloji xəstəliyə yol açır da. Onkoloji, ay sağ olun. Çox gözəl yadında qalıb, əla sözdür, böyük bir alimə sözdür. Deyir, əgər sən gündəlik, qəbizlikdə keçən, qəbizlikdə artan hər bir gün xərçəngə doğru bir addım yaxınlaşdırır adamı. Çox düzgün dedim, onu vuruladım. Ona görə də qəbizliyi aradan qaldırmaq lazım. Və nə eləmək olar qəbizliyi aradan qaldırmaq üçün ev şəraitində? Ev şəraitində, məsələn, qəbizlik son nəticədə gətirir, çıxardır nəyə? Düz bağırsağın çatına, qanaxmaya, göynəməyə və yaxud da babası düyünlərinin yaranmasına. Onun üçün çay tikəni şamından, çay tikənin qəbulundan istifadə eləmək olar, zeytun yağından istifadə eləmək olar, bir alma səhər gün orta axşam yemək qəbul eləmək olar, bir yer pişirki səhər gün orta axşam yemək olar və götürürsən 10 ədəd qara cavalını qoyursan stəkana, belə üzərinə qaynar su tökürsən, ağzını örtürsən, səhər tezdən suyunu içirsən, cavalısını yeyirsən və yaxud da ki, digər məlhəmlərdən, bitkilərdən istifadə edirsən, xüsusilə acılıq otu, indi insanlarımız ən çox görürsən, digər vasitələrdən istifadə edirlər. Yəni, təbii vasitələr daha yaxşıdır. Çox güclü qəbizlikdə bəzən insanlarımıza, o bayaq adının çətin yadında qaldı, gənə gerçək yağı tək saçda yox, eləcə də qəbizlikdə də istifadə olunur.